Maraqlı işlər çox olub. Həmin mülki işlərdə, həmin cinayət işlərində. Məsələn, belə bir mülki iş mənim yadıma düşür. Deməli, bir vətəndaşın bankdan kredit götürüb və heç bir zaminsiz buna böyük bir məbləğdə kredit veriblər və sonradan bu vətəndaş vəfat edir. Çox maraqlı bir hal yaranır ki, bank da vətəndaşı məhkəməyə verir və bir nəfər şəxs də verir məhkəməyə. Bank deyir ki, mən buna kredit vermişəm, mənim kreditimi qaytarmayıb. İndi bunun vərəsələri, yəni ki, hüquq varisləri, bunun atasıdır, anasıdır, bir də həyat yoldaşıdır. Bunlar bunu ödəsinlər. Vətəndaş da iddia qaldırır ki, ayrı-ayrılıqdadır bu. Bu şəxsə bu məbləğdə borc vermişəm, indi bu da ölüb, bunun atası, anası, həyat yoldaşı, bunun varisləridir, vərəsələridir, mənim pulumu qaytarsınlar. Hər iki iddia təmin olunur. Həm bankın iddiası, həm də vətəndaşın iddiası birinci instansiya məhkəməsində təmin olunub. Apellyasiya instansiyası məhkəməsinə veriblər. Apellyasiya instansiyası məhkəməsində vətəndaş vəkillə müqavilə bağlayır və vəkil də gedir apellyasiya instansiyası məhkəməsində ayrı-ayrı bu işlərdə iştirak edir və orada da deyir ki, bu şəxslər birinci instansiya məhkəməsində iştirak eləmir. Bu nöqteyi nəzərdən bu qətnamə ləğv olunmalıdır. Yəni vəkilin arqumenti bu olur. Bank deyir ki, mənə bunu alıb ki, ev təmir eləmək üçün, bunlar ev zat təmir eləməyiblər, gəlib yerində baxış keçirdilər. O vətəndaşda da bu notariusa təsdiq olmayıb, bir belə deyək də qəbz yazıb, o imza onundur, onun deyil. Yəni bu belə bir şey yazıb, hərəsində bir vəsadət verib. Məhkəmə də orada apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, bunlara qanunvericiliklə müəyyən olunmuş qaydada bildiriş göndərilib, bunlar o bildirişi alıblar, gəlib məhkəmədə iştirak eləməyiblər. Ona görə də bunların xəbəri olub bu məhkəmədən. Ona görə bunu qüvvədə saxlayıb. Və vətəndaş gəldi mənim yanıma, çox hörmətli bir yoldaşdır. Dedi ki, bəs belə bir məsələ var. Biz indi ər-arvad və mənim gəlinim 100.000 manat pul ödəməliyik. Biz heç bu adamın bu pulu almağın, almamağın, yəni bizim buna bir xəbərimiz də yoxdur, məlumatımız da yoxdur. Deyirlər, təmir eləyib. Bunun bu da evi var. Gəlsinlər, baxsınlar, görsünlər, bu təmir olub, olmayıb. Mən də dedim ki, yaxşı. Onda müqavilə bağlayarıq, mən götürərəm bu məsələni, baxım, görüm nə edəm. Nəsə müqavilə zad yazıldı elədi. Mən getdim işlə tanış olmaq. Birinci növbədə mən burada özümə qeyd eləmişdim ki, işlə tanış oldum, mən nəyə fikir verməliyəm? İddia tələbi ki, qaldırılıb bu atasına, anasına qarşı, arvadına qarşı. Bunlar hansı mirası qəbul eləyiblər? Bu adamın mirası varmı? Bunlar bunu qəbul eləyiblər, eləməyiblər. Elə birinci işi tanış olanda baxdım, gördüm ki, burada iş vərəsəlikdən söhbət də getmir. Elə heç kəs nə miras qəbul eləyib, nə heç işin içində də elə bir şey yoxdur. Və bu məsələdən yapışıb, belə deyərlər də, əldə eləyəndən sonra müəyyən başqa məsələlərdə və orada ki, bankda bu məbləğdə pulu necə veriblər? Bunun zamin